Birinci Bakı Avropa oyunlarını açıq elan edirəm. Azərbaycanda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imişdən qaynaqlanır. Avropa İdman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitlikdən, son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərdən irəli gəlir. Digər tərəfdən ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, coğrafi mövqeyi, güclü idman infrastrukturu, ən başlıcası beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasındadır. Ölkəmizin həyatında tarixi hadisə olan ilk Avropa oyunları qlobal məsələlərdə Azərbaycanın imicinin möhkəmləndiyini və beynəlxalq arenada daimi oyunçuya çevrildiyini göstərir. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Beləliklə, Azərbaycan birinci Avropa oyunlarını yüksək səviyyədə qəbul edib və ölkəmiz qitənin idman ailəsinin bu mühüm etimadını doğruldur. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan cəmiyyətinin tolerantlığı belə mühüm tədbiri həyata keçirmək üçün siyasi iradəyə, iqtisadi gücə və zəruri infrastruktura malik ölkəmizin sahib olduğu güclə vəhdət təşkil edib. Azərbaycan qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təqdim etmək üçün mühüm beynəlxalq arena qazanıb. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu ölkəmiz Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq olan ölkə olduğunu sübuta yetirib. Bununla da bütün dünyaya Avropa oyunlarının yüksək standartlarını təqdim edən Azərbaycan, birinci Avropa oyunlarının məşəlini alovlandırmaqla yenidən dünyanın diqqət mərkəzinə çevrilib.
ever European Games is complete. 17 days of world-class sport is about to begin. Thank you for celebrating with us in Baku. All of us here in Azerbaijan wish you an enjoyable games. Bütün dünyadan təşrif buyurmuş dostlar. İlk Avropa oyunlarının açılış mərasimi sona çatdı. Sizi 17 gün ərzində dünya miqyaslı idman tədbirləri gözləyir. Bakıda bizimlə birgə olduğunuza görə təşəkkür edirik. Azərbaycanda olan hər kəsin adından sizə oyunlardan zövq almanızı arzu edirik. Hörmətli tamaşaçılar,